أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. إن للمتقين مفازا حدائق وأعنابا. إن للمتقين مفازا حدائق وأعنابا. إن للمتقين مفازا حدائق وأعنابا وكواعب أترابا. وكأسا دهاقا لا يسمعون فيها لغوا ولا كذابا. جزاء من ربك عطاء حسابا. رب السماوات والأرض وما بينهما الرحمن لا يملكون منه خطابا. يوم يقوم الروح والملائكة صفا لا يتكلمون إلا من أذن له الرحمن وقال صوابا. ذلك اليوم الحق. ذلك اليوم الحق. فمن شاء اتخذ إلى ربه مآبا. يوم يقوم الروح والملائكة صفا لا يتكلمون إلا من أذن له الرحمن وقال صوابا. ذلك اليوم الحق. فمن شاء اتخذ إلى ربه مآبا.
إنا أنذرناكم عذابا قريبا يوم ينظر المرء ما قدمت يداه ويقول الكافر يا ليتني كنت ترابا صدق الله العظيم. Bismillahirrahmanirrahim. Allah Teala'ya sonsuz sayda həmd sənalar olsun. Bizi təkrarən yeni bir Ramazan-ı Şərif ayına qovuşturdu. Allah Teala tutulan oruçları, qılınan namazları, edilən duaları dərgah izzətində qabula keçirsin. Ramazan-ı Şərif ayı rəhmət ayı, bərəkət ayı, məğfirət ayıdır. Bu ay Allahın bizə lütf elədiyi ən böyük rəhmət təcəllilərindən birisidir. İslam alimləri buyururlar ki, Ramazan Şərif ayı bir məktəbdir və bu məktəbin dərsləri var. Ramazanın ən böyük dərsi oruçdur, Quran-ı Kərimlə ünsiyyətdə olmaqdır, təravih namazlarıdır, gecə namazlarıdır, səhər vaxtlarını dəyərləndirməkdir, iftarlar etmək, ibadətlərdə dərinləşmək, tövbə istiğfar eləmək, cömertliyin ifadə edilməsi Allah Teala'ya qarşı, Allahın verdiyi nemətlərin Allah Teala'nın qulları ilə bölüşməsi. Bunlar hamısı Ramazan-ı Şərifin məktəbinin dərsləridir. Bugünkü söhbətimizdə Ramazan-ı Şərif ayında Həzrəti Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin bizlərə tövsiyə elədiyi ibadətlərdən biri haqqında danışacağıq. Ki Həzrəti Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, Ramazan-ı Şərif ayında 4 şeyə diqqət eləyin. Birincisi, kəlime-i tevhidi bu ayda çox söyləyin. İkincisi, tövbə istiğfarı çox eləyin. Üçüncüsü, Allah Teala'dan cənnəti istəyin. Dördüncüsü isə cəhənnəmdən Allah Teala'ya sığının. Allah Teala insan oğlunu dünyaya tərtəmiz bir şəkildə gətirir. İnsan oğlu dünyaya gələndə tamamən məsum, günahsız, saf, təmiz, bərraq bir şəkildə Allah Teala tərəfindən dünyaya gətirilir. Amma vaxt keçdikdən sonra, müəyyən bir müddətdə yetkinlik yaşına çatdıqdan sonra insan oğlu nəfsinin istəklərinə məğlub olaraq günahlar işləməyə başlayır. Və Allah Teala bunu bilir. Çünki dünya həyatı bir Allah Teala'nın qulları üçün qurduğu bir imtihan yeridir. İnsanlar dünyada günahlara meyl eləyirlər, günahlar işləyirlər və bundan dolayı insanların qəlb aləmi deyək ki, qaralmağa başlayır. Həzrət Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin bu haqda bir hədis-i şərifi belədir. Resulullah buyurur sallallahu aleyhi ve sellem Efendimiz ki, Adəm oğlu bir günah işlədiyində qəlbinə qara bir nöqtə vurulur. O, tövbə edərsə, Allah Teala'dan əf istəyərsə, bağışlanmaq istəyərsə, o qara nöqtə silinir və qəlb durulaşır, bərraqlaşır. Amma o günahlarda davam eləyərsə günahlara və tövbə eləməzsə, qəlb aləmində olan nöqtələr, o qara nöqtələr, kirlər get-gedə çoxalır və sonra da qəlbi tamamən qaralmağa başlayır. Dediyimiz kimi Ramazan-ı Şərif ayında hər birimizin edəcəyimiz ibadətlərdən birisi də qəlb aləmimizin təsfiyyəsi, saflaşdırılması, nəfis aləmimizin təzkiyəsi, təmizlənməsi üçün tövbəyə, istiğfara sarılmaq olmalıdır. Tövbə, istiğfar nə deməkdir?
Allah Taala'nın mömin bəndələrindən qəbul edəcəyi tövbə necə bir tövbədir? Allah Taala necə bir tövbəni qəbul edir? Tövbənin şərtləri necədir? Tövbə necə olmalıdır? Quran-ı Kərimdə və hədis-i şərifdə tövbənin necə olması haqqında ayət kərimələr və hədis-i şəriflər buyurulmaqdadır. Ta ilk günahı işləyən, bu günah demək olmaz da buna zəllət, çünki peyğəmbərlər günah işləmirlər. Onlar qeyri-iradi olaraq zəllələr işləyirlər. İlk deyək ki, bu xatanı işləyən kimsə insanoğlunda Həzrəti Adəm əleyhissalam ilə Həzrəti Havva anamızdır. Ki Allah Taala onlara söyləmişdi ki, bu yasaq edilən, qadağan edilən meyvəyə toxunmasınlar və onlar şeytanın, iblisin təhriki ilə bu yasağa, bu qadağana toxundular və günah olan işi işlədilər. Ondan sonra Allah Taala bildiyimiz kimi onları dünya həyatına göndərdi, dünyaya göndərdi. Onları cənnətdən sürgün elədi. Adəm əleyhissalamı Hindistana, Serendibə, Həvva anamızı isə Ərəbistana, Ciddə tərəfinə göndərmiş oldu. Və uzun illər, bəzi rəvayətlərdə 30 il, 40 il, bəzi rəvayətlərdə hətta 70-90 il Allah Taala'ya tövbə elədilər, istiğfar elədilər. Elədiyi hərəkətlərdən dolayı peşman olduqlarını izhar elədilər. Quran-ı Kərimdə ayət kəlmədə Rabbənə zaləmnə ənfusənə və illəm təğfir lənə və tərhəmnə lənəkunənnə minəl xasirin. Rəbbimiz, biz özümüzə zülm etdik, günah işlədik, xata işlədik. Əgər sən bizi bağışlamazsansa, biz ziyana, zərərə düşənlərdən oluruq deyə uzun müddət, uzun illər ağladılar və Allah Taala onların tövbəsini qəbul elədi. Tövbənin qəbul edilməsində əsas şərtlərdən birisi nədir? İnsanın səmimi olması, insanın içindən, qəlbinin dərinliklərindən gələn hisslərlə, duyğularla tövbə eləməsi. Yaxşı, tövbə necə olmalıdır? Allah necə bir tövbə istəyir? Bu tövbənin şərtləri nələrdir? Tövbə kəlməsi ümumiyyətlə dinimizdə götürüldükdə peşmançılıq deməkdir. İnsanın içərisindən, qəlbindən bir yanğı hiss eləməsi qəlbində, yanğı duyması, etdiyi səhv hərəkətlərdən, günahlardan, yanlış işlərdən ötəri insanın qəlbinin yanması, peşman olması bu tövbədir. İkincisi isə bu etdiyi xatalardan, qüsurlardan, nöqsanlardan, günahlardan ötəri Allahın əfvinə, bağışlanmasına sığınmasıdır ki, bu da istiğfardır. Tövbənin ümumiyyətlə götürdükdə bir neçə şərti var. Birincisi, hər hansı bir günahı işləmək üçün tövbə edilirsə, birinci o günah tərk edilməlidir. O günah bir daha işlənilməməlidir. İkincisi, etdiyi günahdan ötəri çox böyük bir şəkildə Allah Taala'nın, mömin qulunun peşman olması lazımdır. Üçüncüsü, etdiyi günah qul haqqı ilə əlaqədardırsa, hər hansı bir insanlara qarşı xata, nöqsan, qüsur işləyib, günah işləyibdirsə, o kimsədən halallıq almalıdır. Dördüncüsü isə əzimli bir şəkildə Allah Taala'ya söz verməli və bir daha o günaha dönməməlidir. Allah Taala belə tövbəni qəbul edir. Həzrəti Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin həyatına tövbə ilə əlaqədar olan hədislərə, hadisələrə baxdığımızda tövbə çox önəmli bir ibadət olduğu görülür. Həzrəti Peyğəmbərimiz sallallahu aleyhi ve sellem hədis-i şərifində buyurur ki, qiyamət günü ən xoşbəxt kimsə əməl dəftərində tövbəsi çox olan kimsə olacaqdır. Hətta buyurur ki, bir hədisində mən gündə 70 kərə tövbə edirəm. İkinci bir hədisdə buyurulur ki, mən gündə 100 kərə tövbə edirəm. Üçüncü bir hədisdə buyurulur ki, mən gündə 100 kərə və ya daha çox tövbə edirəm. Allah Taala çox-çox tövbə edənləri və çox-çox təmizlənənləri sevər buyurur Allah Taala ayət kəlmədə. Həzrəti Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin dövründə tövbə ilə əlaqədar, səmimi tövbə ilə əlaqədar olan bir hadisəni sizə ərz etmək istəyirəm. Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin
böyük savaşlarından, müharibələrindən, cənglərindən birisi də Bizans ilə etdiyi Təbuk müharibəsi idi. Müsəlmanlar 1000 kilometrə qədər məsafəni yayın istisində birbaşa gedib orada Bizansla vuruşub sonra geri dönməli idilər. Və həqiqətən bir neçə ay ərzində bu müharibəni, bu savaşı həyata keçirirlər. Amma Bizans müsəlmanlarla vuruşmaqdan ötəri vuruş yerinə gəlmir və məğlub olurlar. Bu müharibə Həzrəti Peyğəmbərimizin və möminlərin, müsəlmanların həyatlarında ən önəmli cənglərdən birisi idi. Hətta Peyğəmbərimiz sallallahu aleyhi ve sellem Təbuk müharibəsinə getdiyində o müharibəni digər savaşlardan fərqli olaraq 6 ay qabaqcadan xəbər vermişdi. Və 6 ay hazırlıq olmuşdu. Müsəlmanlar hər halları ilə, bütün imkanları ilə Təbuk müharibəsində Həzrəti Peyğəmbərimizə və İslam ordusuna kömək yardım eləmişdilər. Bəzi müsəlmanlar isə bu müharibəyə getməkdən tənbəllikdən ötürü, müxtəlif bəhanələrdən ötürü çəkinmişdilər. Hətta bu savaşa getməyən kimsələrin bir çoxu münafiqlər idi. Yəni zahirdə müsəlman kimi görüşsələr də, həqiqətdə isə bəlkə də Allahın dininə inanmayan insanlar idi. Bir qrup ki, onlar ayrılmışdılar Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin yanından. Amma bəzi müsəlmanlar da, deyək ki, xurma mövsümü idi həmin vaxtlarda, dünyaya aşırı dərəcədə bağlılıqdan ötəri və ya başqa heç bir səbəbdən olmadan ötəri Təbuk müharibəsinə qatılmamışdılar və Allah Teala bundan ötəri o müharibəyə qatılmayan müsəlmanları, möminləri sanki cəzalandırmışdı. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem Təbuk müharibəsindən qayıtdıqdan sonra hansı ki o yaxın səhabələrdən olan birisi var idi ki, Ka'b bin Malik, Allah ondan razı olsun, həzrətləri idi. Digər münafiqlər, yəni o müharibəyə qatılmayanlar, Peyğəmbərimizə kömək eləməyən, deyək ki, insanlar gəlib Həzrəti Peyğəmbərimizə söyləyirdilər ki, bizim işimiz oldu, biz qatıla bilmədik, hava isti idi, miniyimiz yox idi deyə müxtəlif bəhanələr gətirdilər. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem onlara heç bir, deyək ki, söz demədi, qəbul elədi onların dediklərini. Amma Ka'b bin Malik, Allah ondan razı olsun, Həzrət Peyğəmbərimizin yanına gəldi və dedi ki, ya Resulallah dedi, mən heç bir səbəb olmadan dedi, bu müharibəyə qatıla bilmədim, mən günahkaram dedi və Allah Teala bu kimsələr haqqında öz qərarını verilməsini istədi. Və Həzrəti Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bu savaşa qatılmayan möminlərdən o qədər incimişdi ki, Allah Teala'nın da xoşuna gəlməmişdi və onlara hətta salam verilməsini, onlarla ünsiyyət saxlanılmasını belə qadağan edir Həzrəti Peyğəmbərimiz sallallahu aleyhi ve sellem. Ka'b bin Malik də bundan ötürü çox əziyyət çəkir, çox peşman olur. Hətta 50 gün Allah Teala'ya yalvarır ki, Allah Teala onu bağışlasın. Və bir neçə müsəlman da var idi onunla bərabər. Allah Teala'ya yalvarırlar. Hətta bir çoxu yeməkdən, içməkdən kəsilirlər belə. Dünyadan əllərini üzərək tamamən sanki Allahın ətəyindən yapışırlar ki, Allah Teala onları bağışlasın. Və bu 50 günlük yalvarışdan sonra Allah Teala tərəfindən ayət kəlmə gəlir və Həzrəti Peyğəmbərimizə Allah Teala onları bağışladığını bildirir. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem çox sevinir bundan ötəri. Yəni bu hadisə bizə göstərir ki, Allah Teala'nın deyək ən çox qəbul edəcəyi tövbənin şərtlərindən birisi də qulun səmimi olması, ürəkdən Allaha yalvarmasıdır. Yenə Buxaridə keçən hədis şəriflərin birisində belə buyurulur ki, keçmiş qövmlərdən, Bəni İsraildən bir adam var idi. Bu adam çox, deyək ki, günahkar, adam öldürən kimsə idi. 99 adamı öldürmüşdü bu adam. Və bir alimin yanına gələrək söyləyir ki, mən əgər tövbə eləyə bilərəmmi,
Mənə bir çıxış yolu, qurtuluş yolu varmı deyir. Alim də ona baxaraq deyir ki, sən əgər bu qədər adamı öldürmüsənsə, artıq sənin üçün bir çıxış yolu yoxdur, qurtuluş yolu yoxdur. Və o adam qəzəblənərək, qeyzlənərək həmin alimi də öldürür. Deyir, 100 olsun deyir. Və ondan sonra bir müddət sonra yenə qəlbinə gəlir ki, mən başqa bir deyək ki, Allah adamına soruşum görək, mənə bir tövbə qapısı varmı? Və gəlir yenə bir Allah adamının yanına, soruşur ki, mənim üçün bir qurtuluş varmı? Bir çıxış yolu varmı? O Allah adamı ona deyir ki, əlbəttə ki, Allah Teala bütün günahları bağışlayan Rəbbimiz var deyir. Quran-ı Kərimdə də Allah Teala'dan ümidinizi kəsməyin. La taqnatu min rahmetillah. İnnallaha yagfiruz-zunuba cemi'a. İnnehu huvel gafurur rahim diye ayet kəlmədə Allah bütün günahları bağışlayandır. Onun mərhəməti hər tərəfi əhatə etmişdir. Ondan ümidinizi kəsməyin diye ayet kəlmələr var. Və Allah'tan bağışlanmaq istəməsini söylüyor. Deyək ki, bu günahkar kimsəyə o Allah adamı, amma ona bir tövsiyə eləyir ki, sənin yanında yaşadığın insanlar azğın insanlardır. Sən o insanların yanında yaşama, başqa bir yerə, filan məmləkətə get, filan ölkəyə, filan şəhərə get, oranın insanları islah insanlar, salih insanlardır, əməli salih insanlardır. Onlarla bərabər yaşa deyir. O zaman sən də tövbə eləyərsən, ibadət eləyərsən, Allah Teala da İnşallah sənin tövbələrini qəbul edər deyə ona tövsiyələr eləyir. Həqiqətən bu kimsə də, bu adam da həmin salih insanların yaşadığı məmləkətə, ölkəyə gedir. Amma Allahın qədəri qəzası yolda bu kimsənin deyək ki, əcəli tamam olmuş olur və vəfat eləyir. İnsan ölərkən salih insanları, gözəl insanları, mərhəmətli insanları, Allahın sevdiyi bəndələrin canını rəhmət mələkləri alır. Günahkar, asi, Allaha qarşı gələn, Allahın sevmədiyi əməllərlə məşğul olan insanların isə canını əzab mələkləri alır. Və bu kimsənin də canını almaq üzərində mələklər arasında sanki mübahisə düşür. Rəhmət mələkləri deyir, biz alacağıq, tövbə elədi. Əzab mələkləri deyirlər ki, biz alacağıq, bu çox günahlar işləyib. Sonda belə qərara gəlirlər ki, bunun getdiyi yeri və gəldiyi yeri məsafəsini ölçsünlər. Baxsınlar, bu getdiyi yerə yaxındırsa, bunun canını rəhmət mələkləri alsın. Allah bunun tövbəsini qəbul edib. Gəldiyi yerə yaxındırsa, əzab mələkləri alsın. O zaman demək tövbəsini qəbul eləməyib deyə belə şərt kəsirlər və rəvayət edilir ki, Allah Teala getdiyi yerin məsafəsini daha da yaxınlaşdırır. Sanki ərzi o anda azaldır, yığır deyək ki, və bunun canını rəhmət mələkləri alırlar. Və bu kimsənin demək tövbəsini Allah Teala qəbul etmiş olur. Bu da onu göstərir ki, insan nə qədər günah işləyirsə işləsin, Allahın rəhmətindən ümidini kəsməyəcək, amma günahlarda da neynəməyəcək? İsrar etməyəcək. Həzrəti Əli Əfəndimiz, Allah ondan razı olsun, üzünü şərəfləndirsin, buyurur ki, bir kimsə deyir, durmadan tövbə eləyib, durmadan da günah işləməyə davam eləyərsə, o sanki günahların məskərəsi halına gəlmiş olur. Artıq sanki o kimsə günahlarla lağ eləmiş olur. Və belə kimsələri təbii ki, Allah Teala sevməz. Allah Teala tövbəsində sadiq olanları, özünü günahlardan qoruyanları və tövbə etdikdən sonra artıq tövbəsinin qərarlı olanları sevər. Ayət kəlmədə Allah Teala buyurur ki, Ya eyyuhəllezine amenu tubu ilallahi tövbətən nasuha. Yəni, dönüşü olmayan bir tövbə ilə ey iman edənlər Allah Teala'ya dönün. Həzrəti Peyğəmbərimiz sallallahu aleyhi ve sellem ümmətim üçün Allah Teala mənə 2 dənə əman verdi buyurmuşdur hədis-i şərifdə. Allah belə buyurdu ki, Resulüm, sən onların arasındaykən Allah onlara əzab edəcək deyildir. Yəni, bugün Həzrəti Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bizim aramızda deyil. Amma elhamdülillah qəlbimizdə yaşayır. Onun etdiyi sünnə əməllərini, gözəl əxlaqını, davranışlarını biz yaşatdıqca o bizim yanımızda yaşayır.
İkinci emanı budur ki Allah Teala'nın Hazreti Peygamberimize, onlar kıyamete kadar tövbeye, istiğfara devam ederken Allah Teala onlara əzab edecek değildir. Demek nedir? İstiğfar eləmək, tövbə eləmək, günahlara peşman olmaq, Allah'a yönelmek bizim Allah'ın əzabından kurtarmamız için Allah'ın bize verdiği en büyük nimetlerden birisidir. Allah Teala cümlemize halis bir şekilde tövbe eləməyi, ona yönelmeyi, ona dönmeyi nasip eləsin inşallah. Tövbemiz de Hazreti Peygamberimizin buyurduğu hakiki tövbelerden olsun. Allah'ın istediği kararlı tövbelerden olsun inşallah. Allah Teala tutulan oruçları, kılınan namazları dergah izzetinde kabula geçirsin. İnşallah bu Ramazan-ı Şerif ayından her birimize tertemiz bir şekilde çıkmağı nasip eləsin. Velhamdülillahi Rabbil alemin. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. Eşhedü en la ilahe illallah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne Muhammeden Resulullah. Hayy ale's-salah. Hayy ale's-salah. حي على الفلاح. حي على الفلاح. الله أكبر، الله أكبر. لا إله إلا الله.